Bir nəfər Həzrət Əli əleyhissalamın yanına gəlib dedi: 70 fərsəxlik yoldan bura gəlmişəm ki, səndən sual soruşam. Həzrət Əli əleyhissalam dedi: buyur. Asimanlardan da böyük olan nədir? Yerdən də geniş olan nədir? Yetimdən daha zəif olan nədir? Oddan da çox yandıran nədir? Şaxtadan da soyuq olan nədir? Dəryadan da daha çox ehtiyatsız olan nədir? Daşdan da bərk olan nədir? Həzrət Əli əleyhissalam buyurdu: nahaq yerə töhmət vurmaq asimanlardan da böyükdür. Haqq yerdən də genişdir. Söz gəzdirən adamın söz gəzdirməsi yetim uşaqdan da zəifdir. Hərislik və təmahkarlıq oddan da yandırıcıdır. Paxıldan bir şey istəmək şaxtadan da soyuqdur. Qənaətlə dolanan şəxs dəryadan da ehtiyatsızdır. Kafirin qəlbi daşdan da bərkdir. Başqa bir yerdə nəql olunub ki, bir adam Həzrət Əli əleyhissalama sənə soruşmaq istədiyim sualım var dedi. Elm şəhərinin qapısı buyur soruş dedi. Adam soruşdu: vacib nədir? Vacibdən daha vacib nədir? Həzrət Əli əleyhissalam cavab verdi: tövbə etmək vacibdir, günahları tərk etmək isə ondan daha vacibdir. Adam soruşdu: yaxın nədir? Yaxından daha yaxın nədir? Həzrət Əli cavab verdi: qiyamət günü yaxındır, ölüm isə ondan daha yaxındır. Adam soruşdu: əcaib nədir? Əcaibdən daha əcaib nədir? Həzrət Əli cavab verdi: dünya əcaibdir, dünyanı sevmək isə ondan daha əcaibdir. Və adam son olaraq bu sualı soruşdu: çətin nədir? Çətindən daha çətin nədir? Həzrət Əli bu son suala da belə cavab verdi: qəbir çətindir, azuqəsiz, əməlsiz qəbrə girmək ondan daha çətindir.